Hamıya salamlar dostlar. Minecraft'ın yok bilərəcəm. Bu seriya deyil ki mən. Hamıya salamlar dostlar. Gördüyünüz kimi Minecraft'ı yüklədim. Aldım görürüm. Amma bir problem var ki Minecraft'da nə oynamaq istədiyimi bilmirəm. Həqiqətən. Yəni bu şeydir. Necə deyirlər, qrup, nəsə qrup düzəldirsələr o moddayım hələ ki, yəni Minecraft'da heç bir mod zat yükləməmişəm, nə oynamaq lazım, nə şey eləmək lazımdır. Çünki problem bir dəqiqə. Hələ xəritələr tam yüklənməyib kesin. Bu arada Shadowplay də bu oyunu görə bilmir təəssüf ki, ona görə də Frapsla çəkirəm. Fraps'ı da bilirsiniz də nə qədər xəstəlik bir şeydir, yəni. Oyunda çox ciddi donmalar olur, yəni. Fraps'la nəyə çəksəncə belə olur, yəni. Mən də Full HD-dən eləmək istəmirəm də, gələk ekran ölçüsünü azaldasan ki, Fraps'ı çəkək. Mən də onu eləmək istəmirəm, bu 1080p çox daha qəşəkdir, yəni. Ekran ölçüsünü azaldığında pis görsən. Nəysə, söhbət budur. Söhbət odur ki, Minecraft'ın nə mod yükləyib oynayım, onu bilənmirəm, yəni. Bir çox modu var. Siz yəqin ki, çox oynayarsınız Minecraft'ı. Minecraft'ı daha çox ki, az yaşlılar daha çox oynayır, yəni. Əgər bir məlumatınız varsa, xahiş edirəm, kömək edin, yəni. Bu videonu çəkməyimdə də məqsəd, düzəldir. Bu videonu çəkməyimdə də məqsəd budur, yəni. Bunun aşağı nə fərqlər var. Su. Nədir? Sudur bu. Birində görmüşdüm, o Aclıq Oyunları adında bir filminin nə bilim modunu düzəldiblər. Sonra nəmcə ox atmaq sat var falan var, amma mən hələ ki qarşıma belə bir şey çıxmadı. İndi ayağıl ördəyə bax. Sən yadıma açdı, telefonda neydi onun adı? Yox, toyuqdur, toyuqdur, ördəkdir, belə bir toyuq səs çıxdı bundan. Belə, donmadı ha? Olmadı ki. Amma həqiqətən, ilk başda Minecraft'ı görəndə dedim, bu nədir? Bu nə işləsə oynamazdır, qrafikləri biraz qəribədir, köhnə stil kimi görsənir falan da. Ta ki YouTube'dakı videolarına baxana qədər Minecraft'dan nələr düzəltməyiblər adamlar. Danimarka, əgər bilmirsinizsə, deyim ki, Danimarka ölkəsi Danimarkanı başdan axıra Minecraft'da düzəldib, yəni. Oradakı adamlar bir serverə girib, multiplayer. Bir də şeyi demək istəyirəm, multiplayer niyə yoxdur? Çoxlu öncə deyirəm, belə gözləyirəm. Heç ses gəlmir. Yəni, bununla da bağlı bir nəsə eləmək lazımsa, bir şey lazımsa, yenə də deyirəm, Minecraft haqqında heç nə bilmirəm. Bir onu bilirəm ki, kubikləri bir-birinin üstünə qoyub bir şey düzəldirsə. Başqa heç bir şeyindən xəbərim yoxdur. Əgər Minecraft haqqında bir şey bilirsə, xahiş edirəm, yorumlara yazın, nə bilim, bir kömək edin, yəni biz də seriyasını çəkim, əgər xoşum gəlsə seriyasını da çəkim, niyə çəkməyim, əgər xoşum gəlməsə, gəlsə əgər, niyə çəkməyim, nə? Lines of code, nəysə başa düşməyim, girirəm, heç kəs gəlmir, belə axtarır, durur, 2-3 dəqiqə gözlədim, belə qaldı, heç kəs gəlmədi, onu görə də mən də belə bir şey düzəldək. Adım elə bu qarqoyun. Həyatda qalmaq filan nəmlə həqiqət. Həyatda qalmanı da biraz oynadım. Yəni şeydir, qayda belədir də, yəni bildiyim qədərilə özlə bir sığınacaq qurursan ki, axşama kimi qurmalısın onu ki, axşam da hörümçək kimi, zombi kimi, nəsə, ox atan belə skelet oxşayan bir şeylər düşür dalınca. Birinci elə bildim ki, bunu düzəltməyin nəyə lazımdır ki, onsuz da, nə oldu da bunu? Onsuz da şeydir də, yəni, belə şey, ora-bura qaça-qaça şeylərəm yox, mümkün deyil elə şey. Yəni şey, adamlar elə bir sniperdir köpü olur, tık vurub o da öldürürlərsə. Yəni ki, qurmasan mümkün deyil. İndi həm söhbət edeyim, həm də görüm özümə bir sığınacaq düzəldə biləcəm. Yəni, belə bir şey düzəltmək üçün pis oyun deyil. Serverdə olanda çox daha qəşəkdir, amma niyə? Bəlkə artıq heç kəs oynamır buna. Ola bilmirəm yəni. Burada uçmuraq.
Belə baxım, yəni məqsədim bu idi, yəni ki, mənə kömək eləyəsiniz. Bax, ağzımı açdım da, elə onu deyəcəkdim ki, nə yaxşı dolmur. Nə yaxşı dolmur deyəcəkdim, başladı dolmağa. Nələr var, nələr. Bəzi budaqları zadı qırdım, içindən meyvə zad döşürdü, canı artıran. Sonra görüm, elə düşəcək. Nəysə. Plastik Azərbaycanın zat düzəltmək istədim, amma olmadı deyə 3-4 dənə kubiklə olmur. Bəlkə də figur bir şey, bulvarı zadı bəlkə də düzəltmək olar. Bəlkə də yox, düzəltmək olar, yəni 5-6 nəfər girsə serverə, bir nəfərin işi yox. Bir nəfərə ki, ömür yetmez o bulvarı düzəltmək. Şəkilləri zaten qoyaq qabağımıza telefonda. Kompüterdə də qəşəng bir şey eləyək. Onsuz da kreativ modda şey olur yəni. Heç nə qutarmır. Sonra nə qaraq, sonra nə edeyim. Valla aklıma bir şey gəlmir, öyle mi? Baxacam internetdən modlarına zadına baxaram, görüm nə var, nə yox. Bəlkə qəşəng şeylər var. Var yəqin ki, amma mənim heç nədən xəbərim yoxdur. Həqiqətən Minecraftdan dediyim ki, modlarından xəbərim. Bir-iki dənəsini görmüşəm, əstəğfurullah, bir-iki modunu görmüşəm. Amma yəni çox bir detallı xəbərim yoxdur ki, nətər qururlar, nətər şeylər filan deyəcəm. Bu da gör doğuşandır, amma. Oy da sıfata bax. Çarpız baş, belə. Biz, aysa. O. Tullanamırsan, nə bu qaldın orada? Yaxşı, gəldə buna sahib qazım, gözlə. Mən heyvan sevən adamım. Dayan. Qırılə. Aysa. Sonra demək ki, mənə boğdu suda. Çəkil buranı qırdı. Ona bu yenə suya kullandı. Gəl tut cəhənnəm o tərəfə. Nə gün də toxuşandı var. Nə baxsan, hə? Vurayım. Sıçdım hə bu. Pox çıxdı elə mi? Sıçdım hə bu. Sən sıçsa qaçsan hə? Ona bak qorxmur ki, bilir ki vurmayacaq. Valla o sıçdı. Gördünüz də yəni, karış nəsə çıxdı belə. Görüm o birilər də mi sıçır? Bu nədir bu? Göbələk. Göbələkdir mi bu? Ağacın dibində başqa nə olmalıdır? Mantar, göbələk. Bu da çok şuydu. Tövbə, tövbə. Mənim dağılma necə kişi yerə gəlib. Diri. Bir də şey... Vəbşin belə, bildim çox maraqsız bir video oldu, mənasız bir şey oldu yəni. Amma belə bir daha xahiş edirəm, əgər bir məlumatınız varsa, yəni nəsə bilirsinizsə paylaşın məndən, yorumlara yazın filan, bilməyəcən zəfər. Mən izləyəcəyəm, çox sağ olun, kanalıma abunə olun, bəyənməyi unutmayın və yorum yazmağı qətiyyən unutmayın, yorum yazın, yorumlarınızı gözləyirəm, sağ olun.